İbtidai təhsildə 2 müəllim modeli tətbiq oluna bilər. Belə ki, ibtidai siniflərdə bir müəllim əvəzinə müxtəlif fənlər üzrə ixtisaslaşmış bir neçə müəllimin dərs aparmasının mümkünlüyü müzakirə edilir. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərovanın sözlərinə görə, hazırda ibtidai sinif müəllimi bir neçə fənni tək başına tədris edir ki, bu da həm humanitar, həm də dəqiq elmlərə eyni səviyyədə bələd olmağı tələb edir. Bu isə real görünmür. Dünya təcrübəsi göstərir ki, bu yükü azaltmağın ən effektiv yolu ibtidai sinifdə qismən ixtisaslaşmadır. Yəni, dili daha yaxşı bilən müəllim dili, riyaziyyat metodikasında daha güclü olan müəllim isə riyaziyyatı tədris edir. Bu model həm müəllimin üzərindəki təzyiqi azaldacaq, həm də şagirdin öyrənmə keyfiyyətini artıracaq. Sertifikasiyada da bu dəyişikliyi etmək mümkündür əlbəttə. Yəni, müəllimlərin imtahana öz ixtisas yönümünü seçərək ya dil, ya riyaziyyat üzrə daxil olması həm nəticələri yüksəldəcək, həm də məktəblərdə daha ixtisaslaşmış müəllimlərin formalaşmasına şərait yaradacaq. Cəmiyyətdə isə bu təklifi dəstəkləyənlər də var, əleyhinə olanlar da. Əgər biri mütəmadi uşaqla dərs keçsə, uşağı düzgün yönləndirsə, ikinciyə ehtiyac qalmaz. Eyni müəllim tədris eləməkdə çətinlik çəkir. Ona görə də başqa 2 müəllimin olması məncə məqsədə uyğundur. Keçmişdə daha asanlı idi öyrənmək, indi daha çətinləşdiriblər. Hətta 3-cü, 4-cü siniflərə elə suallar qoyurlar ki, yəni biz bu yaşımızda donub qalırıq, suala cavab verə bilmirik. Uşaq necə öyrənsin onu? Məncə hər fən üzrə bir müəllim olsa daha yaxşı olar. Uşaq daha yaxşı dərk eləyər, qavrayar. Ekspertlər isə bildirirlər ki, uşaqlar bir müəllimlə oxuyanda psixoloji baxımdan daha rahat inkişaf edə bilirlər. Lakin araşdırmalar göstərir ki, ibtidai siniflərdə hər fənni ayrıca ixtisaslı müəllimin tədris etməsi oxu və yazı bacarıqlarının daha yüksək olması ilə nəticələnir. Xatırlatmaq yerinə düşər ki, 2022-2024-cü illərdə ibtidai sinif müəllimlərinin sertifikasiyası keçirilib. İmtahanlarda yaxşı nəticələr göstərərək xeyli sayda fərqlənən müəllimlər olsa da, təxminən 3000 müəllim test tapşırıqlarından minimum balı yığa bilməyib. Bilirsiniz, bunun mahiyyəti ondan ibarətdir ki, ibtidai sinif müəllimi heç də tədris etdiyi bütün fənlərin hamısını eyni səviyyədə tədris edə bilmir. Məsələn, Azərbaycan dili olsun, riyaziyyat olsun, xarici dil, informatika, həyat bilgisi, hətta burada idman dərsləri də var. Onların hər birini eyni səviyyədə tədris edə bilmir. Və heç də müəllimlərin hamısı ibtidai sinif müəllimlərinin eyni bacarıqların hamısını, kurikulumun alt standartlarını, məzmun standartlarını reallaşdıra bilmirlər. Məsələn, biz görürük ki, bəzi hallarda ibtidai sinif müəllimləri Azərbaycan dilini yaxşı tədris edirlər, riyaziyyatda uşaqları zəiflik çəkir. Əsas sual yaradan məqamlardan biri də budur ki, 2 müəllimli təklif qəbul edilərsə, bu pedaqoqların maaşlarına necə təsir edəcək? Ekspertlərin fikrincə, bu model ibtidai sinif müəllimlərinin dərs saatlarının və nəticə etibarilə əmək haqqının azalması